edir bu aylar. Rəcəb dua ayıdır, dualarımızı artırmalıyıq, ibadətimizi artırmalıyıq. Rəcəb ayı orucun baharıdır. Rəcəb hazırlıqdır Şabana, Şabandan sonra gözəl mübarək Ramazana. Ona görə deyərlər ki, Rəcəb orucun baharıdır, orucun çiçəklənən, tumurcuqlayan, yetişən, ortaya çıxan vaxtıdır. Rəcəb Allahın lütfüdür biz insanlara. Rəcəb qayıdışdır, qayıdış yoludur. Həzrət Rəsulullah'dan bir hədis var, deyir ki, Rəcəb ayında heç eləyə bilməyə bircə gün, 30 gündür də, indi bircə gün. Bircə gün bir kəs, bir Adəm evladı oruç tutarsa, həmən insanla Allah qəzəbini götürər. Görün, nə gözəl lütfdür. Bir gün, bir ömür yaşayırsan, 60 yaşın var, gəlib çıxıbsan Rəcəbə, deyirsən, şükür Allah'a, başa salıblar, oruç tutsan. Bircə gün oruç tutsan, Allah qəzəbini sənin üzərindən aparır. Peyğəmbərin hədisidir ha bu. Və həmən şəxsi cənnətlə müjdəliyər. Cənnətlə müjdə var ha, burada yəni Peyğəmbər əleyhissalam hədisidir. Və müşküllərini aradan aparar o adamı. Bu da gözəl haldır. O insanın müşkülləri gedir. Ümumiyyətcə, Rəcəb ayında biz dualarla, ibadətlərlə nuraniyyətimizi artırmalıyıq. Öz qəlbimizin, simamızın, qəlbdə, bizdə sima da qəlbin aynasıdır. Yəni, nuraniyyəti artırmalıyıq ki, dediyim kimi, bu şeylərə nail, müşküllərimiz aradan geçsin, bu sadalananları əldə edə bilək.